Sevastopol İnformasiya kanalının Azərbaycan şöbəsi efirdədir. Axşamınız xeyir, hörmətli radio dinləyiciləri. Qobustan proqramı növbəti verilişini sizlərə təqdim edir. Aparıcı müəlliflər Leyli Kərimova və Həbib Əliyev mikrofon qarşısındadırlar. Bəzən bir insanın səsi bir xalqın yaddaşına çevrilər. Hər kəlməsi yaddaşda, hər cümləsi ümiddə yaşar. 35 il Krımda Azərbaycanın sözünü, musiqisini, nəfəsini yaşadan Həbib Əliyev kimi. Mən 1945-ci ildə Babək rayonunun Səhri kəndində anadan olmuşam. Kənd məktəbini oxumuşam, belə kənddə təhsil almışam. Orta məktəbi qutarandan sonra əsgərlik həyata da keçirmişəm və əsgərlikdən sonra tərxis olunub Bakıda deməli yerləşən Pedaqoji İnstituta daxil olmuşam. Və Pedaqoji İnstitutu bitirdikdən sonra Bakının 171 saylı məktəbinə müəllim təyin olunmuşam. 23 il 171 saylı məktəbdə, Əhmədlidə yerləşir o məktəb, müəllim işləmişəm və müəllimlik dövründə də, işlədiyim o müəllimlik dövründə də şagirdləri vətənpərvərlik ruhunda tərbiyə eləmişəm. Çünki mənim ixtisasım ədəbiyyatdır. Ədəbiyyatın da bir vəzifəsi odur ki, vətəndaş yetişdirsin. Yəni, o ədəbiyyatın verdiyi o obrazlarla şagirdlərimə vətənpərvərlik ruhunu aşılamışam və bu ruhda tərbiyə eləmişəm onları. 1988-ci ildə Qarabağ hadisələri başladı. İlk qaçqınlar Ermənistandan, Qarabağ ərazisindən gəlib Sumqayıt şəhərində yerləşdirdilər. Və bütün bu hadisələr hər bir Azərbaycan vətəndaşı kimi mənə də böyük təsir elədi. Çünki mən ilk növbədə müəllim idim, bunları gərək tədris edəydim uşaqlara. Çünki o vaxtı bilirsiniz, Moskvanın qəzetləri, xarici qəzetlər Azərbaycan haqqında çox ləyaqətsiz yazılar dərc edirdilər. Bu yazılarda həm torpaqlarımız alınırdı, gedirdi, həm də ki, biz təhqir olunurduq, Azərbaycan xalqı alçaldılırdı. Bütün bunlar mənə təsir elədi və ilk ərizəmi yazıb məktəb direktoruna verdim ki, mən Azərbaycanı tərk edirəm, Azərbaycan xalqının başına gələn bu fəlakətləri xaricə götürməliyəm. Əlbəttə, ilk növbədə məktəb direktoru, müəllimlər mənim bu sözlərimə inanmadılar, yəni bir müəllim gedib nə edə bilər? Mən Krımı nəzərdə tutmuşum, oradan məktəb almışdım ki, gəl orada məktəb açıq. Mənə müraciət olunmuşdu. Mənə dedim, yox, mən getməliyəm. Getməliyəm, həm orada dərs aparmalıyam. Oradakı yaddaşmış Azərbaycan uşaqlarına bu hadisələri, ya ədəbiyyatımız haqqında, tariximiz haqqında məlumatlar verməliyəm. Həm də boş vaxtlarımda Azərbaycanı təbliğ eləməliyəm, yəni qeyri-millətlərə. 1995-ci ilin yanvarında Krıma yola düşən Həbib Əliyevin ürəyində həm bir ümid vardı, həm də narahatlıq. Bu yol nə sadə səfər idi, nə də təsadüfi gediş. O, Azərbaycana, onun sözünü, ruhunu uzaqlara aparmaq məsuliyyəti ilə yola düşmüşdü. Mən Krıma yola düşəndə artıq mən bilirdim ki, bu yol mənim üçün çox çətin olacaqdı. Çünki mən tək gedirdim, heç kimdən də bir kömək almamışım, təkcə özümə inanırdım. Bir də Heydər Əliyevin o vaxt deməli xarici siyasət kursunu nəzərə alıb gedirdim. Çünki mən fikrimdə belə bir ideya vardı ki, Heydər Əliyevin xarici siyasətini mütləq xaricdə mən təbliğ eləməliyəm. Bu mənə böyük qüvvə verdi. Ondan getdim Krıma. Krımda Azərbaycan cəmiyyəti ilə görüşdüm. Orada diaspor var, həm də ki, Azərbaycan cəmiyyəti müəyyən işlər görürdü. Bunları mən bilirdim. Görüşdüm. İlk növbədə məktəb haqqında düşündük biz. Yəni orada məktəb açılmalıdır
Rus məktəblərində, Ukrayna məktəblərində təhsil alan Azərbaycan uşaqlarını toplayıb, onlara Azərbaycan dilindən, ədəbiyyatından, tarixindən məlumatlar vermək lazımdır. Uşaqları topladıq, məktəb açıldı. Məktəb açılandan sonra orada belə bir qayda var. Şəhər Sovetindən bizə bir sinif verdilər. Bir məktəbin deməli sinifinin birini verdilər. Hər istirahat günü, çünki həftəlik məktəbidir, hər istirahat günü gedib uşaqlara məlumatları verirdim. Мое знакомство с Габибом Алиевичем произошло с конца 1994-го, в начале 1995 года, когда он приехал в наш город Севастополь на роль преподавателя азербайджанского языка и литературы. И папа предложил мне и моей сестре ходить в эту воскресную школу, которая была организована нашей общиной в городе, для того, чтобы углубленно изучать культуру, историю, литературу, а также познавать азы azərbaycanskay kulturu. Mən xəritə ilə getmişdim. Xəritədə orada göstərirdim. Naxçıvanın deməli ərazisi, sərhədlərimiz, sonra Qarabağın ərazisi, ermənilər hansı sahələri tutmuşdular, onların hamısını şagirdlərə göstərdim. Elə ilk dərsə şagirdlərə ayan oldu ki, Naxçıvan hardadır, Qarabağ hardadır, hələ Cənub torpaqlarımız haqqında da məlumat verdim. Və onlar o xəritə ilə təyin elədilər ki, Azərbaycan həmin vaxtilə bölünüb, həm də ki, müəyyən anlayışlara malik oldular. Və sonra başladıq Azərbaycan dili, ədəbiyyatı haqqında onlara məlumat verməyə. Dərslər getdikcə daha da genişlənirdi. Əlbəttə, birinci növbədə Qarabağ hadisələrini mən danışmalıydım şagirdlərə. Çünki şagirdlərdə heç bir məlumat yox idi ki, Qarabağ hardadır, ermənilər ora nə tər hücum edib və torpaqlar bizimdir. Bu vaxtda mən məlumat verməliydim. Onlar bilməlidirlər ki, bizim qədim torpaqlarımızdır, Qarabağ torpağı. Azərbaycanın başına gələn bu fəlakətləri biz başlamadıq, ermənilər başladı. Bu vaxtda mən şagirdlərə məlumat verirdim. O məlumatları alandan sonra onlarda böyük həvəs oyandı ki, biz Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə böyük həvəs göstərməliyik. Onlardan biri də oldu Leyli Kərimova. Leyli Kərimova çox diqqətlə qulaq asırdı bizim dərslərimizə. Əvvəlcə rus dilində mən ona məlumat verdim. Sonra yavaş-yavaş Azərbaycan dili haqqında da danışırdım Azərbaycanca. O mənimsədi. Habib müəllim Krımda yaşadığı müddətdə üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirmişdir. Birinci növbədə o, Krımda yaşayan öz xalqına Azərbaycanda gedən prosesləri doğru, düzgün məlumatlandırmışdır. O, bu işin öhdəsindən çox ləyaqətlə gəlmişdir. Bir vətənpərvər kimi. Deməli, Krımda çox xalqların cəmiyyətləri var. Bu cəmiyyətlərində ayrıca Sevastopolda Dövlət Teleradiyosunda proqramları fəaliyyət göstərirdi. Bu proqramlardan biri də ermənilərin Hayıstan proqramı idi. Bir günləri o Hayıstan proqramının verilişinə mən qulaq asanda, Hayıstan proqramı elə birinci cümlədən açıq-açığına Azərbaycanı təhqir elədilər. Bu cümlə kifayət elədi ki, sonra mən Teleradiyonun binasına gedim, redaktorla bu haqda geniş bir söhbət aparım. Belə deyilədim. Səhərsi günü mən Teleradiyonun binasına getdim, redaktor Natalya Pavlovna ilə görüşdüm. Dedim, Natalya xanım, dünyanın hansı xalqı başdan ayağa hamısı vəhşi ola bilər? Dedi, bu necə sualdır mənə verirsən? Dedi, bu sualı ona görə verirəm ki sizə, siz ermənilər haqqında ciddi ölçü götürün. Azərbaycan xalqı niyə təhqir olunsun sizin radionda? O da çox ciddi görkəm aldı. Dedi, ermənilərin verilişini gətirin, mən yoxlamalıyım onu. Gətirdilər o əlyazmanı, tökdülər onun qabağına. O da baxdı, dəhşət içərisində başını tutdu qadın. Dedi ki, jurnalistlərə töhmət verdi ki, siz bunu efirə niyə veribsiniz? İkinci də ki, erməni cəmiyyətini götürdü.
açıq-açığına onları barbar adlandırdı. Dedi, biz bilirik Qarabağda nələr törədibsiz. İndi də gəlirsiniz Azərbaycana bu sözləri deyirsiniz. Mən ona minnətdarlığımı bildirdim. Dedim, bəs sizin radioda Azərbaycan proqramı niyə yoxdur? Bunu açmaq mümkündürmü? O da razılaşdı. Dedi, bugündən proqramı açdım. Elə həmən saat proqramı açdı. Dedi, gəlib verilişi apara bilərsən. Amma dedi, bir şərtim var. Dedi, mədəniyyətlə başlasan, sən yüksələ bilərsən. Mədəniyyət həm də siyasətdir. Bu sözləri mənə deyəndən sonra dedim, yaxşı, mən mədəniyyətlə başlayaram. Radio proqramı açıldı 97-ci ilin mart ayında. Sevastopol radio verilişlərinin Azərbaycan şöbəsi efirdədir. Axşamınız xeyir, əziz radio dinləyicilər. Qobustan radio verilişi ilk verilişinə başlayır. Aparıcı müəllif Həbib Əliyev və Leyli Kərimova mikrofon qarşısındadır. 1997-ci il. Həbib Əliyev Krım radiosunda Qobustan proqramına təsis edir. Niyə Qobustan? Çünki Qobustan daşlara yazılmış bir tarixdir. Səsini zamana həkk etmək istəyirdi. Qobustan radiosu təkcə bir veriliş deyildi. O, diaspora həyatının mədəni nəfəsi, dilin, ruhun yaşadığı bir məkan idi. Hər bazar günü efirə çıxan bu səs Krımda yaşayan azərbaycanlılara vətən həsrətini az da olsa unutdururdu. Ədəbiyyat, tarix, musiqi, dəyərlər. Hər şey bu səsin içində idi. Deməli, mənə tərcüməsi lazımdır. Natalya xanım dedi ki, 2 dildə olmalıdır. Həm Azərbaycan dilində, həm də Rus dilində. Çünki bu Rus dillər də gərək o verilişləri dinləsinlər, onlar üçün də maraqlı olar. O vaxtı mən Leyli Kərimovaya müraciət elədim. O hala 1-ci kursdaydı. Sevastopol Dövlət Universitetinin 1-ci kurs tələbəsi idi. O məmnuniyyətlə, atası da razılıq verdi. Çünki atası Azərbaycanlı idi, anası Rus millətindən. Atası dedi ki, qızım, sən 1-ci Azərbaycan radiosunun verilişlərində çox ciddi işləməlisən. Və o da məmnuniyyətlə qəbul elədi. Başladıq biz işləməyə. Tərcümədən sonra efir, efirdən sonra o proqramı başqa xalqlar dinlədi. Качества, которые меня восхищали в Габибе Алиевиче, это то, как он мастерски подбирал материал для каждой радиопередачи. Он всегда был очень разнообразен, интересен этот материал, познавателен. Это то, что как раз и давало людям узнать об Азербайджане, о культуре, об истории страны намного больше, чем они могли бы знать. Bu 25 il ərzində 500 Azərbaycan ziyalısını mən təqdim etdim. Krım sakinlərinə, Azərbaycan və Rus dillərində. Onlar da Azərbaycanı tanıdı. Məsələn, Aşıq-Ələsgər verilişi efirə getdi. Aşıq-Ələsgər verilişi o qədər gözəl veriliş oldu ki, tərcümə ilə onları efirə verdik, ədalətin sazı ilə çox böyük marağa səbəb oldu. Aşıq-Ələsgərin 200 illiyinə ona həsr elədik. Hörmətli dinləyicilər, bugünkü verilişimiz Azərbaycan aşıq sənətinin zirvəsində dayanan Aşıq Ələsgərin yaradıcılığına həsr olunur. Габиб Алиевич всегда с рвением подходил к своей профессии. В любую погоду, непогоду он отправлялся, чтобы делать интервью, собирать материал для наших радиопередач. И всегда был вежлив, всегда был спокоен. И даже если происходили какие-то ситуации экстренные, натянутые, он всегда сглаживал все углы. Всегда это было на позитиве и с улыбкой. O materialları çox çətinliklə əldə edirdi. Bir də mən Bakı Delinin özü ilə görüşdüm. Bəxtiyar Vahabzadənin və bir neçə milli düşüncəmizə sahib olan yazıçıların, şairlərin əsərlərini toplayıb özü ilə aparırdı ki, yaratdığı radioda səsləndirsin. O, Naxçıvana da gələndə həmişə öz təhsil aldığı məktəbdə də olurdu. Və Krımda yaşayan Azərbaycanlılar haqqında da şagirdlərimizlə görüşəndə onlara məlumatlar verirdi. Özü ilə gedəndə son qəpiyinə qədər xərcləyib proqramda səslənə biləcək materiallar toplayıb özü ilə aparırdı.
Həbib gedəndə mən dedim, görüm Mircalaldan başla. Sevastopol İnformasiya kanalının Azərbaycan şöbəsi efirdədir. Bugünkü proqramda dinləyəcəksiniz. Görkəmli nəsr ustası, klassik yazıcı Mircəlal Paşayevin yaradıcılıq yolu. Hörmətli dinləyicilər, yazıcı, publisist Mircəlal Paşayevin adı Azərbaycanda, onun hüdudlarından kənarda hörmətlə çəkilir. Həbib müəllim Ukraynada yaradıcılığını ümumiyyətlə Azərbaycana həsr edib. Çox böyük işlər görübdür. Böyük işləri nədir? Azərbaycan deyib orada olduğu müddətdə. Azərbaycanın taleyini Azərbaycana hallandırıb. Dilinin əzbəri olub Azərbaycanı. Həbibin gördüyü işləri hər adam görmüyor. Mən Həbibə minnətdaram. Bu mənada minnətdaram. Много лет я работала в Севастопольской телерадиокомпании с Габибом Алиевым. Он был бессменным руководителем и автором передачи «Габустан». Я видела, как он сам писал сценарии, общался с людьми, монтировал эти передачи. Они всегда пользовались популярностью у людей. И как я оцениваю деятельность Габиба Алиева, я считаю, что он в какой-то степени дипломат, который нес людям культуру своего народа, историю и музыкальные произведения. Конечно, музыку, прекрасную музыку. Я вспоминаю концерт, который проходил в Севастопольской библиотеке имени Толстого. Это был концерт Екатерины Терентьевой, оперной певицы. И туда были приглашены музыканты. Они играли на аутентичных инструментах. И Габиб Алиевич тоже исполнял мугамы, очень красивые композиции на инструменте тар. После концерта к нему подошли люди и практически его долго-долго не отпускали, потому что всем было очень интересно узнать об Азербайджане, узнать о культуре и познакомиться вот с этим инструментом. Это действительно было необыкновенно. Cəlil Nəcəbov adına Azərbaycan Mədəniyyət Mərkəzi Krım Regional İctimai Təşkilatının sədri kimi deyə bilərəm ki, Həbib Əliyev vətənini, xalqını sevən bir vətəndaşdır, bir insandır. Həbib Əliyev vətəni, xalqı naminə canını fəda verəcək bir insandır. Bu gün təşkilatımızda sədr kimi fəaliyyət göstərməkdə Həbib Əliyevin çox böyük rol olub. Hər dəfə çətinlik olan zaman Arifə xanım, səbirli olun, dözümlü olun, xalqın vətənin adını hallandırmaq mütləq vacibdir. Həbib müəllimdən bu Krım torpağında o qədər gözəl xüsusiyyətlər mənimsəmişik ki, burada Azərbaycanlı gənclər, uşaqlar, ağsaqqallar, ağbirçəklər Həbib Əliyevin adını böyük hörmətlə çəkirlər. Keçdiyi yol böyük bir filmin ssenarisidir, hazır ssenaridir. Özü də o baş rolda oynaya bilər. Məsələn, Azərbaycan müəllimi Azərbaycanın faciələri ilə razılaşmayan, bu faciələrin azad olmasında özünün həyatını əsirgəməyən, Azərbaycanın kənarda tanıtımında fəal iştirak etmək üçün hər şeydən keçir. Həbib Əliyevin fəaliyyətinə biganə qalınmadı. Müxtəlif illərdə aldığı təşəkkürlər, fəxri fərmanlar onun gördüyü işin qiymətini göstərdi. Amma o özü heç vaxt təmtəraqlı danışmadı. Gərək səs danışsın dedi. Mən Azərbaycan dilində proqramı açırdım, deyirdim, mənlə yanaşı onu rus dilində, rus dillilərə təqdim edirdi. Və bunun nəticəsi o oldu ki, bizim proqram 2013-cü ildə Dünya jurnalistlərinin müsabiqəsi Krımda keçirildi. Ukraynanın təqdimatında ki, o Ukrayna mənə namizəd göstərmişdi. Radiolar üzrə birinci eli tutdum, laureat diplomunu mənə verdilər. Габиб Алиев, Севастопольская региональная государственная телерадиокомпания, цикл передач «Азербайджанское радио Габустан». Украина, Севастополь. Laureat diplomundan sonra mən Azərbaycana gəldim. Mətbuat Şurasının təqdimatından sonra ölkə prezidenti cənab İlham Əliyevin imzası ilə
fəxri diploma layiq görüldü. Həbib müəllimin təşkilatımıza hədiyyə etdiyi həmin o disklər, həmin o proqramlar arxivimizdə qorunub saxlanılır. Həbib müəllimin Krım torpağında nə dərəcədə gözəl mədəniyyət işçisi olduğunu 2015-ci ildə teleradio kampaniyanın müdiri, baş müdiri Normanski Həbib Əliyevin nə dərəcədə gözəl mədəniyyət işçisi olduğunu bu sənəddə işıqlandırıb. Həbib Əliyevin tək başına gördüyü iş böyük bir kollektivin apardığı işə bərabərdir. Yaxşı cəhətlərdən biri də ondan ibarətdir ki, Həbib Əliyev Qobustan radiosunda haqqında verilişlər təşkil etdiyi və yaxud da məqalələrini efirə çıxartdığı tanınmış diyalların hamısı haqqında həm də publisist oçeklər yazıb onları kitab halında çap etdi. Azərbaycana gələndən sonra mən həmişə Nəriman Həsənzadə ilə görüşürdüm. Bir gün də dedi ki, yaxşı olar ki, o verilişləri yendirib kitablar şəklində yazasan, kitablara köçürəsən verilişləri. Çünki kitablar tarixdir, kitabxanalarda qalacaq, insanlar onu oxuyacaqlar və bu daha da deməli, yaxşı olar. 6-cı kitab da bu il nəşr olundu, çapdan çıxdı. Orada da Azərbaycan ziyalıları haqqında geniş materiallar gedib. Hazırda 7-ci kitab üzərində mən başlamışam işləməyə. İlk məlumatları mən Naxçıvandan toplayıram hələlik. Biz Azərbaycan Mətbuat Şurası olaraq Həbib müəllimin eyni zamanda Azərbaycanda da təbliğatını qura bildik. Bakı Xəbər qəzetində və digər qəzetlərdə və televiziyalarda Həbib müəllimin bağlı çox saylı reportajlar, yazılar getdi. Və biz Həbib müəllimin Azərbaycanda istər ictimai-siyasi xadimlərə, istər jurnalistlərə örnək olaraq göstərməyə qarşımıza məqsəd qoyduq. Mən də bilirəm ki, biz müəyyən mənada buna nail olduq. Həbib Əliyevin bir ziyalı kimi çap elədiyi kitablar, səsləndirdiyi verilişlər artıq bizim Qızıl Fondumuza daxil olmuşdur. Belə bilirəm ki, bütün bunlar Həbib Əliyevin özünün də həyatının, fəaliyyətinin, qiymətlərinin bir salnamaya çevrildiyini göstərir. Həbib bugün, deyək ki, Azərbaycanın çox böyük ziyalılarından, çox böyük qələm adamlarından biridir. Ən başlıcası ona görə böyükdür ki, Həbib çox fədakar bir insandır. Çox fədakar, çox ləyaqətli, özünün vətəndaşlıq mövqeyini son ana qədər qoruya bilən bir insandır. Çox zəhmətkeş adamdır. Həbib sədaqətli adamdır. Həbib müəllim Azərbaycanda yeganə olan şəxslərdəndir ki, bu adam həyatını öz xalqına qurban verir. Bugün Həbib müəllimlə fəxr etməyə dəyər. Həbib müəllim bizim yolumuza işıq saçacaq bir mayaqdır. Фахр edirik ki, Həbib Əliyev kimi bizim Azərbaycanlımız var. Дорогой мой и уважаемый Габиб Алиевич, я хочу пожелать вам творческих успехов, хочу пожелать вам новых мыслей в написании вашей книги, чтобы вы всегда оставались таким же позитивным, добродушным и очень искренним человеком. Я желаю вам крепкого кавказского здоровья. Я благодарна Богу, что вы в моей жизни есть. Вы отличный учитель, отличный наставник. Я желаю вам долгих лет жизни и много-много терпения. Mən 80 yaşın içindəyəm və yaşım bu qədər əhəmiyyəti də yoxdur mənim üçün. Çünki mən sona qədər öz ziyalılıq borcumu, vətəndaşlıq borcumu yerinə yetirməliyim. Yəni, bundan sonra da davam elətdirməliyəm. Nə qədər ki, hələ gücüm var, davam elətdirməliyəm. Yəni, bu Azərbaycan xalqının mənəvi dəyərlərini mən həmişə təbliğ eləməliyəm. Vətəndaşlıq və ziyalılıq borcumu çalışacağım ki, yerinə yetirəm. Səs ötür, amma iz buraxır. Həbib Əliyevin izi bir efir proqramının sərhədlərini aşdı. O, diasporun ruhunu ifadə edən,
Azərbaycanı uzaqda yaşadan səsə çevrildi.